Əgər bu düzdürsə, vizajistlərə getməyə ehtiyac qalmadı deməkdir. Gəlin bir yerdə yoxlayaq görək, düzdür, yoxsa bizi aldadırlar. Başlayaq. Heyecanlandım. Sizə lazımdır kirpik qaldıran və naqqaş. İnşallah gözüm çıxmaz, amin, amin, amin. Bu rəngi götürürəm, gözümə belə qoyuram. Daha sonra belə bir xətt çəkirəm. Çox simmetrik oldu. Daha sonra naqqaşı belə qoyuruq, xətləri birləşdiririk. Baxın, belə bir şey alındı. İndi tam görünsün deyə teni gözümün altına da vururam. Elə bilirəm qəşəng oldu. Yoxsa özümü mü aldadıram? Göz makiyajını tamamlamaq üçün təbii ki gözümüzün bu orta hissəsinə zərli bir ten vuracağıq. İstəyirəm bu rəngi götürüm. Zəri də vurdum. Görürsüz nəsə? Bu makiyajı biraz da abardaq. Diblərə də biraz tünd rəng ten vurum. Ha belə görünür. Çox fərq elədi. Mən sadəcə kofe içməyə gedəcəydim yəni. Kahve içmeyecek miydik? Son addım olaraq da tuş vururam. Bu gözümü də tamamlayım. Və budur, artıq hazırdır. O kəskin görüntünü azaltmaq üçün biraz dağıtdım. Belə görünür. Düşünürəm ki, belə daha yaxşıdır sanki. Dedim kofemi içim bu makiyajla. Nə olacaq ki? Sizcə necədir, bəyəndiniz? Aldadıldıq yoxsa yox?